Salam, keyf əhval, halınız necədir? İldırımın səsi. Ringə xoş gəlmisiniz. Əvvəldə bir daha təşəkkür edeyim Hamiyə bərnamədən, Əsəl Arnikdən və Vahid Abbasfurdan ki, bu gözəl studiyo bizim ixtiyarımızda qoyubdu. Tamamən ixtiyarımızda qoyub, nə fəqət location, durbinlər, səs, nur, hər zət. Və daha artıq bunlara görə qabaqca danışaq. Bu gün qonağımız kimdir? Bu gün qonağımızı tanıyırsınız, yəni bəndəzi kafi görmüsünüz Instada, hara baxsız görsənir. Amma qərardır bu gün əmə biraz daha dərindən tanıyaq. Əşqanı Şəfiq. Bəh. Salamünaleyküm. Mənə salam verməyəcəksən, müxatiblərə salam. Salam dostlar, nə var, nə yox, necəsiz? Ehsas eləyəm, ya hətta bax sual soğuşanmayım məndən. Başlamamışam. Yahat ol gəlmişik bu da. Biləxəyə sual cavaba da öcüdə edər. Həmişə bu cür tip vurarsan. Bəli. Yox, həmişə bu həddidə yox. Da bəynamən biraz Ha, istəyirdim o deyəm, vaxən o qonaqlar həmişə biləxərə tirafişdir də, Vəliyaz tərəfidir. Tirafişdir, bu cüzətdə park yeri tapıb. Mən özüm bir vaxt yetişdim, gördüm ha burada. biləxəyə bəyəyat. Bəynamən çox boy həcin olub mənə babi. Niyə? Getdim ya vaqiyyəti bir daha marketdən, təbliğçidən tapdığımı da verdim oyda elə, biraz dizafə qoydum üstünə verdim. Dəsmal cəydən zat bitdi. Yaraşıram o qəşəng. Qurban. Üsulla bu casual tip bu sorarım. Bəyət. Casual deyirlər də. Olsun iyi. İstəyirəm ki, deyəm məsələn bilirəm. Şəhət. Mütəvəllidin neçəsən aşkım? 67, 67. Hançı ay? 27, şişə 67, Şəhrivə yəni. Şəhrivə, salam əleykum. Bu bir dənə adam müştərək bəs. Bəli. Deyirlər Şəhrivəllər səmimi oluraq. Yox, ləyaqətdə adam olur. Mütəvəllid hançı şəhərsən? Təbrizli deyəsən başqa. Yox, müstəqim Təbriz. O Gələcədarı nə mənadır pəs məndə? Hayda. Kartı milli. Xocalı Gələcədarı. Doğrudan haradır o? Hayır. Tanımıram ona görə deyirəm. Yoxdur can. Yoxdur. Təbrizin tamamı nüqatı mən pəsbəndimdə eləyə bilək ola. Doğrudan Gələcədarın da bir Məsələn, kənd. ola bilək Əşqan Şəfiqi Xoca, Əşqan Şəfiqi Bilveydi, Əşqan Şəfiqi. Bax, istiyay, hamısı yayaşı. Təbrizə dünya gəlmişsən. Təbriz. Hanç bilməzsən. Vallahi yadıma gəldi çətin. Harda? Onda şəhət məhəllatı yox idi. Fikir eləmi? Sal 67-də məhəllə. Və şəhət məhəllatı şəhid olmamışlar. Niyə baba? Doğrudan. Bilmirəm, ittilatım yoxdur. 67. Fikirəm, ya qədimi tənbih mansda bilmirəm. Həttən qoydu. Vağən soğuşur. Bəs mütəvəllid? Harda? Evdə də olar. Ola bilər. Vağən niyə soğuşmamışam? Əşkən bu bərnamə ciddi fərq qobar. Mən mən deyəm, əslində ciddilik mənim xislətimdir də. Məqtəyi təhsili nə var adaş? Qarşınası. Qarşınası? Nəyim əfsai sistem. Nə mənə? Nəyim əfsai sistem. Nə mənə əfsar? Nəyim əfsai. Eyvah. Neçə bazı qardaşsınız? Təkə. Nə bazı mənə qardaş? Bəli. Pəs vərəsdə sahibi sənsən. Təknəvi xanıvadı pədəyiyəm özdə. Özdə pedər. Bəli. Əvvəldən nə işə baxardın? Əvvəldən qaciyəçilik. Harda? Mən xidmətdən soyundum. Xidmətdən qabaq butikdə olaydım. Butik şahid idim. Ondan sonra ərz eləyim məsələzə. Hypermarket Alinalda bir ünvanı KC hesabda istihdam oldum. Və o zaman da Hünəyə vaid oldum. Salih. Təqribən 90. Əlbəttə Salih 80 Çahaydan da mən Bəyquzay konsertlərdə vaidim. Yine oyda da poçt səhnədə çayzat verərdik, yeyzat təmizlərdik. Və əziz məsələzə Fuşqah Alinalda istihdam oldum və də eyni hal ki, oyda işləydim, Hünəyə didamə verdim. Hünərdən mənzum nə mənə? Musiqi, konsert, toy. Mən sənin özü, məsələn, qəblin ki, Əşqan Şəfiqi Instada ola, elə çox toyda və konsertlərdə, salonlarda yoxda görmüşdüm, yəni eşitmişdim orada. Nəzir oldu ki, girişdim bu işə. Bu işdən mənzurum
Elə Instagram. Instagram. Əziz məsələ ki, xop, neçə illə zəhmət çəkmişdik, neçə il yəni bəyəndaz eləyidik. Siz kimi nəsahətdəyik. Canım, bu Bəd baxırdıq, görürdük, məsələn, ustanımızın xələyi ilə hansı nöqtəsi ola bilər. Neçə ildə bunlar yığdıq, uşaqların bir, onda biz bir daha kafe açdıq. Bəd az müddətə bir daha 3 yerdə kafe açdıq. Orada bir daha başladıq kliplər getməyə. Əvvəlin var, sadəcə kafedə gördüm, yaxından. Bəd, başladıq kliplərə getməyə. Uşaqlar deyil, amma o götürək. Biz bir daha ittifaq düşdü, biz güldük. Əmi dostumuzla bir daha ittifaq düşdü. Biz bətər güldük. Deyək, ailəmi post eləyək. Elə onu da biz post elədik. Və o oldu ki, özümüz idik yəni. Səy elədik, instada deyil, özümüz olaq. Fərq eləməyin, deyil, mən eşikdə nəcəyəm, instada deyil. Hoş, mən bilirəm. Və hələ insta biraz elə yanımı çəkib bağlayıb da, məhdudiyyət var, məhdudiyyət olmasaydı ez eləydim. Səyyamda Və var. Bu iyi hardan gəlir? Ya elə özündə yox, var? elə əvvəldən var. Elə kulan rəay deyəsən. Əvvəldən elə var. Məgərin ki, çox özümüz oya salam, məsələn, istəyəm, peskidən danışam, onda, məsələn, Pes gitmək özü hardan gəlir? aha, pes gitmək özü haydan gəlib. Dostlarım bir ilə ərziliyim məhzəzə qonaq idik. Və bu başladı kebab çəkmək. Yox, elə birdən bir ağzımdan çıxdı ki, Fəhd, pes gitmə, olay töküləcək. Elə oyda dəydi bir-birinə. Gördük, yox, elə bir Fəhd deyil, pes gitməni mən deyim, bilməyəm. Ailəsiydim olsa hocam, pes gitmək mənasında nə? Bilməyəm. Pes gitmə bir daha tərif elədi. Mən dedim, xas bir mənası var. Yox, xas mənası. Yəni, hər kimlə mənə söhüb bərdاشt eləyə bilərdi. Bir dənə kəlməni çəyyedi istifadə eləyə bildik. Geçsən Daliyə yenə bu işə girərdin instaya. 100%. Mən cəmaatla irtibata keçməmi, çox dostum olmağı söyləyəm. Və bu iş bahasında oldu ki, mən çoxlu dostlar tapam özümə. Cəmaat məni təqribən tanıya, yaxından tanıyırlar ki, şəxsiyyətim necədir? Söyləyəm, mən söyləyəm. Mən nə qədər çox dostum olsa belə söyləyəm. Instadan da qabaq elə zaten dostum çox. Ha, bilirəm, o bir dənə bizə deyir ki, var Aşkanı Şəfiqə görə, bəziləri deyil Aşkanı Şəfiqi, Instagram Aşkanı Şəfiq elədi. Mənim də Aşkanı, əslən qəbrin ki, bu işlər başlaya tanınmışdı zaten bu şərt. Mən öz eşitdiyimi deyirəm də, mən özüm bir ildir gəlmişəm eləm bura. Hər yerdə vardı, elə konsertdə, o əldə, videoların hamısında da, hətta ayrı adamın da quyusunda ayrı bir video vardı elə səninlə, bank page yox idi. Biz Babətçi ilə işləmişik, Ustad Nəhrənci ilə, bir-iki daha kliplərində. Var idik, qəbləndən var. Qədimiyik da, neynə orada? Qədiyimiz sənsən də Instada, Təbrizdə. Xeyr, siz. Yox, bax, mən biz sual soruşuram. Ha, siz. Deyir, sualan qeydə təyəmmüm batil. Aşkanı alan nə fərqi var Aşkanı 5 il qabağına? Heç fərqi yoxdur, elə həman aşk, heç fərqi. Biraz fəqət elə yan bağlam. Çox adam tanıyım, müqəyyəd oyun bəzən elə. Neynərdin məsələn müqəyyəd olmasaydı? Müqəyyəd olmasaydı neynərdin? Məsələn, xiyabanda da indi məsələn əlim atanmayan bıynıma da deyəm indi. Filan ilə məsələn, getdi filan. Bu Instagram vəziyyəti şəxsi iqtisadında təsiri vardı. Fikirləşirsən? Yox, var idi. Vəli xop, qəbləndən də öcüdədir ki, da məsələn, bəfəz olmaya, heç də olmaya. Vəli çox təsir vardı. Sən bir şeydə bir dənə Nəsrdə müsahibə elədin. Bəli. Bir sözləri deyirdilər ki, Əvvəli məsələn, müsahibə. deyirdilər pul vermirsən, getmirsən ora. Sən pul vermirsən. Nəsə. Nəsə əvvələn bir dənə öcü bir şeydə. Mən eşitmişəm də, eşitdim. Yox, kullən deyəm. Ay Kərimzadgil vaqəən mənə lütflər vardı. Ay Kərimzadgil onda ki biz pejimiz başladı qalxmağa. Sağ olsunlar, məni himayət elədilər. Bəd çağırdılar, getdik və müsahibə əncam verdik. Əvvəli müsahibəmiz oldu ki, düzün danışdıq. Nəsd fikrəyəm tənha nə mənə deyirlər onun adı? Rəsanə. Rəsanədir ki, yəsanənin adını tapamadım. Tənha yəsanədir ki, beduni çeşimdaş ki, tamamı hünəymətdəydim. Bu dəqiqəcəndə himayət edib. Axı bir dənə sual iki olmuşdu beyni uşaqlar. Bəli.
Mənlə sanki bu cür. Bəli. O ayrı bəhsimiz yox. Ki ya niyə Aşqan Şəfiq? Və niyə bura, və niyə və məsələn filanı yox, və niyə filanı yox? Yox, pəs bu pul verib gedib. Ərz eləyim, mən sənə şahid ola bilər ki, Bax uşaqlar titri, yəni titri biraz şahid ola əziyyət eləmişdi. Nəmə ki in ruzhay təbriz. Bəli. Ərz eləyim, əvvələn hər kəs əziyyət oldu. Baiz məziyyət bir divan sənin su içə bilər. Və doğu məndiş bu ki, neçə illər idi biz hünərdə, mən beşəx sözümü deyirəm. Mən hamını himayət eləmişim. Heç kəs durub deyəməz ki, Aşqan mənə himayət eləməyib, məyə mənə çörək verib. Dostlar özləri hamısı bilir. Və o dostlardakı yaxından mən tanıyam, hala peycilər, qədimi peycilərdir və mütməinnəm ki, onlar heç vaxt bu sözləri deməzlər. Mənim olan bu sözlər, bəzi adamlar deyirlər ki, tərəfin dostluğun qalxmağı ilə əziyyət olar, narahat olar, dəyə, nə olur? Ona görə mən sübh yuxudan duranda həmişə Allaha deyəm Allah. Mənim düşmənlərimə, mənim neçə bəyabərim, yetim, mən yadımda olmayayım. Axı bizat ki var Aşqan Şəfiqdə, mən lazım müxatəb deyirəm. Zaten duzludur. Adamı ki zaten duzludur, niyaz daha çox təlaş eləyər, atıla düşər filan eləyər. Mənim şəxsi nəzərim. Çünki bir var komedi zat olan, bir var sonradan örgəşmə və herifəyə halətdə aparasan. Bir də var hər nə eləyəsən olmaz. Düzdür. Gözündə görmüsən bəziləri, hər nə eləli olmaz. Çünki Aşqan Şəfiqdə zaten mənim nəzərimdə duzludur. Yəni heç niyaz daha xas bir hərəkət görər. Bir mən çox istəmişəm bərnaməyə ciddi aparam qabaq olmur. Olmaz şax, təbii olmaz. Rol buyur. Vəli dərkol sənin bu cür gözə gəlməyinə çox sevinirəm. Mən özüm beşat. Zaten özüm bilirsən, mən danışmayım rabitəyi mən və sənə görə. Özüm bilirsən, oracan ki vardı, mən özüm əlimdən gələr elədim ki, deyəm, mən xidmətində varım. Məni çoxlar himayət elədilər, dostlarım çox himayət elədilər. Və mən səy oldum ki, özüm olam, ayadım olmayam. Şahid cəmaat onu söydü. Ya bilmirəm, rahat oldum. Ürəyə yatımdır da. Bir hərəkət etsən ürəyə yatır, qutuldu getdi. Mühüm budur ürəyə yatar. Mən özüməm. Mən də nəxş oynamıram. Mən amiyanədə dostlar ilə, polis səhnə dostlar da hamısı mənə tanıyırlar, neçildir. Mən deyib, gülən adam idi. Hələ girişdin bu işin içinə gəldin, sonra gördün və bildin ki, bu şəhərdə, öz şəhrimizdə sizi bu ünvanı teamwork yoxdur. Bəli. Sizi bu ünvanı teamwork yoxdur. Yəni kari quruhu dostlar mənzilidir ki, yoxdur. Kari quruhu bir söz niyə yoxdur? Çünki hamı mənfəəti özün istəyir. Bəli. Hətta məsələn o dəqiqə ki, kar fərmi iki istəyibdik, teamwork həncam tapar, kar quruhu həncam tapar, bir nəfər gözəl. Nədir, mən filan kəsdən məsələn işləmir. O mütməindən o bəhs-i maliyyə qəziyyəsidir mən ehsas eləyəm. Ayı bizə də ola bilməz. Ki, söymüyoruz biz, tapdığımızı bir daha süfrədə açılıb, hamıya qoyaq pay bölüş edirik. Az yiyək, əmməşə yiyək. Biz bunu başarmamışıq. Ona görə heç vaxt kar qrubu da əncam tapır. Sən hələ blogersən, komedyansən, influencersən ya komedyansən hansın? Mən heç bilməm, bir daha mənim olacaq. Çünki onların bəhsi çox mütəfavitdir. Onlar çox heyfəyi və ağır bir adlardılar. Niyə güldürmüsən bəyə? Hə? Güldürmüsən bəyə? Olsun, mənim nəzərim o kəlmələrə qabil ehtiramdır. O kəlmələrdə ustad, olar da. Mənim nəzərimə Aşqan Şəfiq komedyandır. Mənim nəzərim. Sizin lütfünüz var. Adam ki güldürə bilir komediya. Əsatidlər var idi ki, şahid biz olan yanlarında. Şahid yox, biz olan yanlarında. Mən bir şəxs işlədim. Yox, o cür də dər. Səbkilər fərqlidir. Yəni hey dəhələr əvəzləşir və səbki komedilər də əvəzləşir. İndi sən komediyana ürəyə yatımdır. Adam iki nəzərimə güldürə bilir, nə bir seri, nə iki seri, 10 seri, 50 seri, o komediyandır. Bəli. Qutuldu getdi. Sağ olasın. Yahat o, sual soruşam. Xeyir işinə vurmusan bu gündə, xeyir ola. Gəyək dədə oya gedək. Sualdır da, soruşulur. Hamımız görürük bu işi məsələn, ildə bir şey, 10 ildə bir şey. Bu günlər yox, görəm az qalsan xurmana süd qoyasan millətin qapısına. Qəziyyəsi fərqlidir da. Vaxtı ki, bir daha cəmaatla qalxırsan, vaxtı ki, bax, səndən mən bunu görmüşük, bəli qoy deyim da, şahid deyim. Hətta burada üçün qərardır ki, Aşqan Şəfiqi daha dərindən tanıyalım. Biz məsələn saat 9-10-acan işləyirik, zəbtdə olur.
9-10-da başlayıq telefonla, da kafedə oturuq, qəhvəcaq, telefonumuzu açıq, elə ki sizdir ki mən. Direktlərimizi açanda mənim mamam nuzullu pul alıb, babam nuzullu pul altındadır, içərdədir, filan da içərdədir, ya da bir ittifaq düşüb içərdədir. Ya isə müşkülümüz vardı, bilmirəm, çörək tapanmıyıq imamıza və bücü direktlər hamımıza gəlib və görmüş. Mən eləyəmmi? Şayət çox adam bu qəzaiyatın böyündən rədd ola. Bəli, mən o qəhvə istəyəm, içəm və bu direkti görürəm. O mənim boğazımdan yemməyək şayət və əziyyət eləyiblər. Niyə? Çünki şayət özüm əlimi vurub bir şey kəfə qeytmişəm. Ondan ola bilər, ləms eləmişəm, biliyəm nə mənə çəkir. Və ondandır. Və amma dəyəm o idi, Allah əmri xeyr dediz, bitdə bulandı xanıvadəsi var da. Sətdir. Vəxti xanıvadən ehsas eləyirsən ki, o xanıvadən hətta bir dərsət ümid etsən ki, əldən verməyəsən. Əvaqibi nə mən olub birazdan bu işdən biləvə? Əvaqibi çox idi. Bilirəm əvaqibi var. Əvaqibi çox idi, vəli mənə tanıyan bilir ki, mən nəyə görə qəziyyət edim, nəyə vaid qəziyyət oldu. Qəziyyə edamıda ki, fikirəm, rekord qırdıq. Azərbaycan, əlbəttə mı deyim, biləcək, mən bir şəxsələ dostlarımız dili mənim kənarımda idi. Biz Azərbaycan cəmaatın gücünə, biz sinəmizi vermişik qabağa ki, bir daha bir işi görürük. Sağ olsun, bizi də... Sən də sağ ol ki, bir yolda biləxərə. Biz bir daha vasitə idik. Böyük bir hərəkət olmuş. Bir daha balaca qızı qəyaydı, babasına yetiyək. Və biz bu vəsətdə bir daha vasitə idik ki, bulan əlləməyək, bədiz, 5 il bir. Və bunda didqahlar mütəfavit. Bəzi adamlar dedilər ki, niyə qatil azıdayız, pis öyrəşin. O birisilər gedərlər, öldürərlər, deyərlər, ya bir indi 4 nəfər yığışacaqdır. Onların da didqahından baxanda şahid olayı da düz deyirlər. Vəli zat-ı qəziyyədə dəyədilər. Ki, əsən mozun olub, nəcr olubdur, nə ittifaq düşübdür. Və daxili parantez, biz bu adamları tanımırdıq ki, bu adamlar mütməyindən, hala urqanlardan olmuş olsa, bunları təyin ediblər ki, məsələn, bəlfəz, onlar da, bəzi adam, insan caizul xətadır. Və bir ittifaq düşüb və bu məsələn neçildə heç günah işi görməyibdir, təmami işlən, heç dava düşməyib, filan eləməyib, pisa eləməyib, olduğu yerdə vəxti nəzm-i incibatı vardır. Ya hələ tövbət eləyibdir, nə olacaq, nə iradı var? Da biz bəhəşliyin öz üstəyəm. Allah deyib, tövbənin qapısı hər dəqiqə, hər zaman açıqdır, Bismillahirrahmanirrahim, hər kəs eləyib. Biz də dedik, budur qəziyyə və o uşağa xatir vardı qəziyyə olduq. 7 milyard burada idi fikirlərim. 7 milyard 200 ki, 7 milyard təqribən çox yürüşdü, 7 milyard 200-dən də çox yürüşdü. Xülasə fikirəm, dəqiq məbləğ yadımda da, Abbas Burgil dəqiq məbləğləri bilirlər. Fikirəm, 570-60 milyon tümən izafə də gəlmişdi 7 milyard 200-dən, 7 milyard 770. Ki, elə biz də adqatı, hamısını varizlədik də adqanın hesabına icra əhkam şumarı deyək, qalsın burada, lazım olsa bizə deyin, məsələn, bəlfəz, cəmaatın tərəfindən gələk, siz səlah görürsəz, bilsən, bir də ayrı adamı da nicat verək. Elə o heyni idi ki, bir də ağanın xanımı ağlaya-ağlaya girdi içəriyə ki, hər zaddan satmışdılar. Bir cür deyim biləcək ki, evin, eşiyin, bir daha maşın, qazın, televizyonun, hər zadın satmışdılar ağanın xanım. Təbii qofteyi o nəfəri ki, oradaydı və o şahidə qəziyyə. Uşaqlar bir moridə gir eləmişdilər. Diyədən 450 milyon naqislər vardı. Ağa fərəb daha taksisini saxlamışdı. Ağılırdı ki, day oxumdur, day eləyəmmi? Qoliyəmi deyisiz çıxardın, nə mənə deyisiz eləyim? Deyək, qəziyyə nə mənədir? Ay xanidir. Mən ad da verirəm ki, dərs dəftəri, şubiyə, icraya, əhqam həfdir. Ay xanidir. Deyək, qəziyyə nə mənədir? Deyək, bu həman ağa idi ki, sırf mən sizə dedim ki, lazımdır, ola bilər ki, buna ittifaq düşə və 2 nəfər azad. Ki, biz o pulun 450 milyonda
verdik ağanın oğlum. Azad elədi. Çox gözəl. Vağam bu böyük hərəkətdir və bu gözəl hərəkətdə fikir edirəm çox elə bizim öz məmləkətimizdə ittifaq çıxır. 100% dözürdük. Ya biz məsələn Xəyyeri Necavanı Təbrizin ənəvə axır getdik bir dana xanımgilin evlərinə, Alakın kəndində çarırmaq qismətində. Bəd elə orada da təsviri aldıq, evlərini göstərdik, o filan o sər. Çox cəlib idi. Xanım Məhya şöhrətlərin mi? Omid Beygi, Məhya Omid Beygi, Pijon. Şirkətlərinin adı Pijondur fikir. Pijon. Mən bir nəmə gördüm ki, gəliblər, gediblər və o Hacıxanımcı yaxından görüblər Tehrandan. Aha, o Tehranlı bulacaqdı sən. sən. Tehranlı bulacaqdı. Həmin ki, Tehrandan gəliblər. Gəliblər. Deyirəm də bir daha hərəkətin vaxtı cərəkən elə əvvəlin sən vurursan istatın bu gediyi qabağa bu dağılısı ilə bunlar da sənin adına yazılır. Və bu çox qəşəngdir. Mənim adıma yox, bəli. Dərkol da biləxərə. Mən Azərbaycan səndən cəmaatı. bir dənə bu hərəkətdə, o da mən Əşkana tabi belə şey eləyəm mənə bu zəminədir. Əşkan eləyə bilir təhammül eləyir. Mən lazım ruhi rəvani yox, vaqəən eləyəm. Özün görmüsən mən. Bir seri baham getdik də o Salmandanı Saraba. Təhammülümüz özü çıxırıq. Məsələn, üçün məcbur olan qabaqlarında da olay zaten vəzdə Salmandanı ağlamalıdır. Sarabdan bizə zehnində var dedi. Getdik biz o. O aşağı işi vardı. Mərkəzi Nigahdarıya məlullar və əfrad bəd sərpərəst, nasərpərəst. Bir sərpərəst. Bəd sərpərəst ki, olub da içində bilər. İlhamın sözü. Onlar vaqəən Salmandanı Sarabın qəziyyəsi elə əvvəlin var sizinlə getdik. Həm girdik içəriyə. Yadıma gəlir ki, burasını deyəcəm. Yadıma gəlir ki, mənə deyim, mən ağlamayam. Deyim, məsəl bir də ağır fəziyə girmişik, mən boğuluyam burada. Deyim, mən ağlamayam. Hətta bir daha da Ceylan tərəflərin tərəfləməyəm. Qoy mən otur. Otur. Deyim, ömrəm mən ağlayam. Və sən o sözü dedim, mən deyim, tamam. Çox cəlib idi. Biz yetişdik Salmandanı Saraba. Həyətdən ki girdik içəriyə. Məhsin içərinə cimanın çıxma 30 saniyə çəkmədi. Yəni hamımız başladıq ağlama. Niyə ki bir dənə dirəxt arzuları var idi, yadıma gəlsin. Elə o şeylərdə. O dirəxt arzularda elə bir arzular vardı ki, bir yaşayışımız idi. Normal yaşayışımız idi. Məsələn, dədə balağı gətirib ötürmüşdü ora. Heç bəşliyim, bala dədəni gətirib ötürmüşdü ora. Və bərəks ikisi də olmuşdu. Və bərəks, deyil. Faciə idi, vaqəən o gün faciə idi. Biz bir həftə özümüzü tapmamışdıq. Yadıma gəlir, biz Sərabdan qeydəndə Sukut məhz. Bizəcən danışmadıq heç bir. Yadımdadır. Bura yetişən Bostanabada yaxın idik. Bir də niyə belə sukutdur bu maşın. 4 nəfər adam idi o, yəni 2 nəfər də dərdi. O balan çox fəzabucurdu. Biraz Ehsan Əli xanı fazla tutum. Çətin günlərindəndir. Hamımız çətin. Hamıda var. Bəli, xub Söylə Məşkanın özün dərdini öz ağzından Mənim çətin günlərim o ki, məsələn, pulum yox idi, məsələn, taksiyə verim. Piyada gəlmişdim və əyənməzdim babama. Çünki niyə? Deyərdim ki, məsələn, çıxıb işləmə, heç-heçə qeydim. Heç vaxt verməzdim. Elə vaxt olub, mən zaten Əbbasin Yusufova düşayım. Romanı ondan çıxdı demişim. Mən Çarrah Bağşumaldan Yusufova da piyada gəlmişim. Çünki yoxum. Bəli. Hamının çətin günlər. Alan işin fəqət Instagramdır. Xeyr. Qabilə pəxşdir, yəni deyə biləsən abi. Bəli. Ərzili mən səhəzəki mən bəzən bəzi şirkətlər brendinq istəyirlər, brendinq üstündədir. Rahnumalıq edir belə. Bəli. Bəzən bəzi yerlərdə yalanı yoxdur. Mən biraz anlatsıq danışıyorum. Rahat ol. Məsələn, restoran gələr deyər Ayşə, gəl burada məsələn təbliğatımız anlayacam deyərəm. Söydərsə furuşu xalisi olacaq. Və o cür təhatür elər. Çoxlu uşaqlar deyərlər ki, restorana gedək, deyərlər, bura nədir, bura haradır? Deyəm elə bura da özümüzün. Özümüzə rahat. Özümüzə rahat.
Çünki vaqəən həm sahibi kar fərmaların lütfü var mənə, həm cəmaatın lütfü var. Və həmin ki mənə etimad edirlər və bir yerə giririk, ora təbliğ eləyirik, deyir, özümüz də buradayıq, doğum bura etimad edir və sən görmüsən ki, mən bir yerə təbliğ eləməmişdən qabaq mütməyindən 3-4 CC heç olmasa qəzasın, qəhvəsin yeyib içər. Sətdir. Ki görək nə cür bir yerdir. Düzəl oldu. Və ikimiz də bilirəm ki, çox qırmızıyıq və şaqqıltı ilə də deyək. Vaqiətdir də. Aslında Çünki o cümləçilik o da olmaz ki. Sonra neçə şey olub ki, biz təbliğat yəncəm vermişik, mənim özümü fikirlə bilirsən kimi deyirəm, o da problem. Xəzinəsini də aldıq, təyidiyyələrini də aldıq, hər zət okey idi. Bəli getdik o məhsulu istifadə edəndə gördüm. Əslən o idərdi ki, deyildi. Qoydum, çıxdım gəldim burada xidmətçisən. Evlisən? Mən xeyr. Rabitədə dəsən? Rabitədə Ötür. Desən uçacaq şeydir. Rabitədən intizamnamə nədir? Baba sual sor. Lazım rabitədən kurulan intizamnamə nədir? Ya mən dedim rahat ol sən. Necə? Çox rahat oldu. Bu bərnamədə kat, sansur heç zat yoxdur. Bərnamədə bizzat yoxdur. O da yoxdur. Yoxdur. Rabitə. Bəhs açayım. Benim də bəhs aç. Nə fəza biraz dəyişək. Rabitədə intizar. Əşqan şəfiq olmağına görə söyməməyi. Böyle sadə əşqan. Və ona görə də həmişə yalan deyəməyim bu vaqəən. Ciddi deyim. Həmişə söyləyəm ki, o adamla ki, söyləm. Məsələn, bəlkə hala bir dana irtibata geçək ya danışaq, tərcih verirəm tanımayın. Belə. O yolun nə mənadır buna? Beş zat, hamıda. Yolu yoxdur. Məcbur ola bilər. Rah irtibatın kullan nəzur da sən bir nəfər istəyirsən görəsən tanıyacaqlar. Elə odur, müşkül edilmiş. Ona görə Tehran. Yox, adam tanıyır. Ona görə Tehranla evləndim də. Tanımırdı. Yox, bilirsiniz nə mənadır? Allah xoşbəxtanə biz bir vəsətdə bir daha Tehrana getdik, nəmaşqa bir nömrəli. Çalıb oradaydı, orada da biz səlam əleykum. Hər yerdə Türk var. Orada da var. Hər yerdə Azərbaycanlı var, hər yerdə Türk var. Amma maşallah olsun. Tanıyırlar. Bəli, xop, vaqəən mən görməmişəm deyəcəm. Vaqəən görməmişəm. Oğlanıq, cavanıq, betəb, qız dostumuz olub, danışmışıq. Əxlaqlar cür gəlməyib, hər nə mənəyə qutulub. Vəli vaqəən o adamı yoxdur ki, tərəf və özün bexodi xod söyə. Yoxdur da söyə. Müşküldə söyə. Söymək, dilxoşluq elə bir zatdır ki, necən hamımız çıxaq dayanaq eşikdə, bir daha minibus tutaq deyək, acıyıq, dilxoşluq, o minibusu dəyəcək, bir dəqiqə dolduyuq, çıxaq yox. Vəli o iş oradadır ki, o minibusu saxlayacaq, deyəcən, müşkülümüz var, çıxımız olacaq. Görək kiminlə çıxacaq. Dəqiqə. Bəs intizam budur. Bəli. Xas bir istedadın var idi ki, yəni var ki, istəmirsən gözə gələ və gəlməyib xaricəz bu əşkanı şəf. Tərəf məsələn 40 yaşı var indi deyir, mən istedadım var idi xanəndəlikdə bəli, heç vaxt qapısını tapanmadım açam. Mən məmulən də çox deyib gülən adam idim, istedadım da cübüzatda da vardı. Bəli, qapısını da açdıq. İstəydik, açaq ki, açdıq. Yəni da ayrı bir izzət yoxdur. Niyə oynamaq? Oynamaq. Yəqs. O məruf oynamaq. Yəqs. Mən söymüşüm. Zaman çox sat söyür. Bəli. Bəli. Bizə bir daha xoş xatirə dedi. Toydan deyim. Hər hardan eşqiyik. Çox gülmüşdük. Deyil. Mənim çoxlu dostlarım, toyçu idilər da. Abla bir günlər bizi apardılar. Bir də cəddənin birində toya. Demə bə dəb bu imişi toy qutulandan sonra vaqəən var bu qəziyə. Qədimdən hala bəzi şahid kətlərdə ittifaq düşürdü. Biz də eşitmişdik, müdahə mən görməmişdim yəni. Və də ərzinin məhsəmə barəsində ki,
Dəblə bu idi ki, toy dava çıxıncanı. Saatı məsələn kartın dalsında yazır 7-dən ta o vaxtacan ki dava var. Yox, yazmazdılar o. İla maşallah yazaydılar. İla xəyşəb. Xəyşəb də süpəcə olaydı məmulən. Və çünki hələ gecə saat 2-yamda mənim yadıma gəlir ki, orkestrdən Doldubə meyxanəci istədilər. Taza bir anı başlayırlar bunlar. Və əzəy məsələsə ki, biz toy qutuldu. Sübh saat 3-yamda idi. Bir daha gəldim haç xanımlar olaydılar, haç hadıya buradan bağlaydılar, gəlib daldan bağlaydılar. Gecə əruz tayfası bir oturmuşdu, damat tayfası da oydu, oturmuşdu. Birdən bir haç xanım girdi içəriyə, döndü bu tayfaya deyir ki, əllərini də bir qoydu belinə. Deyər də bə, benamus nə oturmuşsunuz? Olay da hamımızı bir baxdılar. Aba nə deyəcəksən? Deyir, aba, nə deyirsən? Bir vaxt axı gecə. Deyir, ulan, benamus oturub ben öcük baxma, toy dava çıxınca. Deyirdi ya, durun dəbəşin. Bu sözü dedi. Uşaqlar deyilə ulan, çıxın. O çıxımla bizim çıxmamızın fikriyəm 20 saniyə fasiləsi oldu. Münta çıxımda qəddanlar geydi o tərəf, istikamlar gəldi bu tərəf. Sən nə deyirsən? Dava çıxdı. Axır vağən dava oldu. Vağən dava çıxdı. Sən dəbil. Elə bir şirinlikdir. Qanundur. Vay, qanun. Və bir daha da deyim, bu da qəşəkdir. Heç vaxt yadımdan çıxmaz və Arif Mu görsə bu video bəhs edəcək. Arif İskəndər. Arif İskəndər. Demək yamandır. Arif İskəndər. Arif İskəndər mənim dostlarımdan biridir. Çox qədimi dostum, Nəvazəndədir, saksifon. Saksifon görmüsünüz. Bəd Arif İskəndəri Nəvazəli xanəndəqan Mətcəhi Kişvərlə çalır. Musa İbrahimzadə ilə Əşvanla filanla misalına. Orkestrlərdə məmulən, bilirsiniz də Tehranın, nə mənə Tehranın xanəndəsinin orkestri var. Heç olmasa bir daha Türk var orada. Amma bu. Çünki vaqəən də Mehran Əşbaf bir hangi konserdə baxsana. Nəvazəndilərimiz vaqəən bir nəzirdir. Vaqəən bir nəzir. Bəd Arif çağırıblar, toya çağırdılar, Arif deyib, bahəm gedək. O vardı, elə vaxt o ki, konsert olmur, məcburdular. Bir xatir ki, xanıvadı ləngi için deyələr, o toya da gedirlər, heç yadda yox. Xülasə orkestrlər apardılar, Arif İskəndəri filan. Toy başladı, hamıya mühərriflər elədilər, Arif İskəndəri filan. Siz fikrin Tehranda borcu millət, Arif çıxır məsələn, saksifon çalıyor filan. Bir daha qətilən bir vardı toyun vəsətində, Arif saksifon çaldı. Birdən bir daha bir müslim bir ağaydı, duydu ya. O qəyə koşulvanın ağzuyaq giyəllə ha. Özü deyəsən ağzuyaq giymə, geyib tazasın giyəllə. O Qobi baxıyorum, ağ giyməmişəm. Və dəyəcək məsəbə duyda ya gəldi. Arifin saksifonun içinə dabıcı 50 minlik saldı. Arif saksifon məsələn çalırdı, bir dən xoroz səsi. Elə o təsəvvür idi. Bu nə iş idi? Arif düşdəndi, Hacı bu nə iş daxıdır? Xülasə çıxar. Elə bir xanəndənin ağzına Əli ilə belədir. Bizə deyək söyübdür, hətmən. Toyda dəv daşmasın. 2000-ci fasilə 3 dəqiqə. Duydu gəldi bir daha. 100 minlik ötürdü onun dəhləci. Saksifon içində. İçinə saksifon döyürdü. O xoz səsi. Arif deyil neyini? Ne olay çalmayasan o qıfı? O dedi, aha, aslında söyləmirmiş o. Sən səsi demə və düşürmüş başda, demədi. Demək pul verdi ki, o çalmaya. Birdən miyə döndü deyil, olay o qıfı çalmayasan. Qıfı? Bə. Biz Arif istəyir. Necildi zəhmət çəkmişsin. Mən Arif buna baxmaz. Mən də deyirəm, hələ vaqəən şabaş verir. Arzun nə mənə dəşəm? Mən indi ki, yaşayıram, bücü yaşayıram, arzularımda yaşayıram. Amma yetişmişsən. Mən məsəl söylədim, gedəndə restorana, hesablamayam ki, restoranı. Menuda baxmayam qiymədə. O mənim arzum idi. Yalanı yoxdur. Mən arzularımın içində yaşayıram. Qəşəng. Mən maşını 2 sürüyəm arzum idi. Bəd əzir, məsələ,
Söyledim dostlarımla gedim işə, qoymayım dostlarım hesablaşala. Dediyim kimi mən çox məsələn dostbaz bir adamım, söyüm dostlarım çox olur. Söyledim məsələn geyəndə bir yerə məsələn hesab fəqət mən çəkəm. Mənim arzum. Tarifi yoxdur. Məsələn söyledim arzum idi ki peskitma gəlməz daha qoy. Bildim yo, Necə bildim nə deyim, mənsə. ağır Qəşəng idilər yo. Mən indi arzularımın içində yaşayıram. Müntə arzum həmişə budur ki, Allah tamamı mərizlərə şəfa versin və heç kəsi ayrı adama möhtac eləməz. Yox ha. İlahi amin deyirlər bu yerlərdə. Və mən biraz bu zət zəminələrdə Bütün elə o qeyd edirəm o direktlər, hacına olay yadıma düşür. yox. Allah'a çox şükür. Söyürəm vaxtı birinin arzusunu sual soruşuram deyə yetişmişəm bunlara. Çox qəşəng bir enerjisi var. Və o ürəyə yatır. Əhdafı bulənd müddətim var. Əhdafı bulan müddət betəb var da. Aşkan Şəfiqdən sonra icad olub zehnində ya qədimdən var? Yox, Əşkan Şəfiqdən sonra icad oldu. O yoldasan. Sizinlə də söhbət elədik. Çıxaq səhnəyə. Sədəsə də olacaq. Tezliklə. Çıxaq səhnəyə və gedək irad olunmaq. İranda icralarımızı görsədək. İranda dilimizin gücünü görsədək. Bu olacaq, çox tez olacaq. Kim çox köməklik eləyib biləvə həmişə bu yolda? Mütməyyinən əvvəl xanıvadadır. Bəqiyyəsi. Məndə bir daha tərsə var bu qismətdə. Nə mənə var? Bir daha ayrı bir zat var. Xanıvadəmin duası idi. Və müntə əvvəlin nəfəratı ki, mənə himayət elədi Təbriz cəmaəti. Sən bir daha dərəzi bir həftə, bir daha şeirlər, bir daha followerlər. Sən bir dana Beqoğlu Vəhəd Abbas bu deyə ayrı levelə vaid olduq. Ayrı level var. Və mən çox xoşhal idim. Sən söyünürdüm. Vağan gecələr ilə vaxt olmuşdu, yatanmamışdı. Bir vaxt getmişdim evə, babam durmuşdu demişdi ki, mən məsələn qonaqlıqdan gəldim də. Söyündükdən vağan söyüdüm məsələn Təbrizi dolanım. Bu 10 ilin içində, 10 il axırı ki var. Hangi o ləviyyətdən əvəzləşib? Elə rabitə o ləviyyətdən əvəzləşib. Meyarın əvəzləşib. Meyarın əvəzləşib. O ayrı. Adamın səlqəsi dəyişilər. O ayrı bir gəzi. Yox. Kullan deyirəm. Bu 10 ilin içindəsə o ləviyyətdə 10 il qabaq zehnində o ləviyyətin filan hərəkəti. İndi o ləviyyətin dəyişilib, ya baxışın dəyişilib bəzi zətlər. Nə mənadır? Məsələn, 10 il bundan qabaq söylədim ki, məsələn tapdığımı verəm, məsələn, maşın alım, məsələn. Vəli indi o ləviyyətin dəyişib, məsələn, söyləyəm. İndi də o şükürsən də. Evim olur. Olsun, o da lazımdır, bu da lazım. O da lazım. Mən özüm məsələn 10 il qabaq qizavət elərdim. İndi yox. Mən də qizavət eləməzdim. Çox çətindir ha, bu çox çətindir. Qizavət eləyirdilər. Mən qizavət eləməyəm. Yox, mən yala yoxdur. Mən 15 heç il qabaq kəsi elərdim. qizavət eləməyəm. Çünki o yaşadığım mən yaşamamışam. Səddə. Çox çətindir. Şahid o yaşadığım mən yaşasaydım, indi o bətər adamdır ba, mən ondan pis vəzdə qalardım. İndi yox, indi vaqəən müxalifi bu qəziyyən və ləfzi yox. Yəni özün bunu öz içərində biləsən ki, yoxsan yox, iştibahdır. Bəli. Deyil. Ehtimalı var düz vurasan nə dəfə. Elə bu olur da adam qizavətkar olur. Bir daha biz adı görür, deyir, hədsin vurur. O bir dana düz çıxır. Deyir də mən ömrümün axırında necə nə mənə qizavət eləsəm düz. Bir nəfər gəldi mənim kliplərimin altında yazdı ki, puldan ötü, məsələn, bu işlər nə mənədir, puldan ötü, məsələn, oynuyduq, məsələn. Onlar ki, həmişə var da. O haman odur ki, qız evdə gülsə deyəcək gülmə də. Afərin. Həmin o qəziyyədir ki, ab quş istəyirlər, yeni idi, rəşayı olsan. Dəqiqən odur. Dəqiqən odur. Öz şəxsiyyətini istəsən bizə də əvəzləyəsən, nə mənə əvəzlərsən? Hislənmə onu. İslənmə. Mən tez hislənirəm. Vallahi bilmirəm də dəlilini. Tez hislənirəm. Qeyri-məntiqi sözü şahid hislənirəm. Ya məsələn, bir nəfər qizavət eləyəndə hislənəm, tərəfəcan eləyəcəm. Sən ixtiyarımda biz adım yoxdur, müstəqim bu adi qəzi yoxdur. Müstəqim. Və fəqət hisləndim, gürultunma ya biz adım yoxdur. Fəqət gürulda. Bu iki özün bilirsən gözəl. Bir daha bizət deyim. Görmüsən məsələn
xaric bu bəhsimizə. Mən usulən dostlarla danışanda birdən su içəlirəm. Sözü dəyişərəm, bilməz Allah dəyişmişəm. Gəl təzahürü təmin edə bu nöqtəyə qoyaq. Nöqtə sərisi. Məsələn, Almandan tərəf bir dənə eynək alıb. Instada da vardı da. Bir daha İranlı idi. Kullən Söyük o tərəfdən vizadı alanda bir daha da məsələn, bir daha bağam, bir daha eynək almışdı tərəf. Yollamışdı biləsən Alman ilə Almanda. Oturub o eynəyin yanına bir daha kağız vermişdilər mənə. Ki çox məmnunam bizim dükanı seçmisiniz, intikhab eləmisiniz, bu eynəyi xəridar eləmisiniz filan. Ümidvaram ondan həmişə şadlıqdır. Yəni Muj atmışdı videosunu cürləmişdi Instagramda ki, baxın mən Almandan məsələn bu eynəyi almışam. Ki nə qədər ehtiram qaildirlər ki, məndən təşəkkür eləyibdi ki, bu eynəyi bizdən almısan. Bu hər yerdə viral olmuşdu. İnanırsan ona İrandakı heç Təbrizdə, elə öz şəhrimizdə, qulağımızın dibində bir dənə məhsul var ki, tərəf satır. Deyəm, mən məhsulu sənə satıram. Pulunu da alıram bilən. Bunu apar, verəcəyəm məsələn, bir daha məhsulu yeməlidir. Bunu apar, ver, azmaşqaya təğziyyə. Əgər əslə çıxmadı, əgər müşkil oldu, həm sənin puluvu yetərəm, həm o məhsul istəmirəm, həm azmaşqanın həzinəsini verirəm, həm o məsiri ki, gəlib gəlmirsən, qiyamətini də verirəm, bilirəm. Mən bunu kağızda yazır, imzalayır, əsərənquş da vurur, verir. Bu bizim öz şəhrimizdə var. Əsəl Arnik. Böyükən. Vağən bu qəziyə var. Böyük. Mən o kağızın özünün imzasını da qoyarım ki, orada görsədir bilə ki, bir dənə yadıma şu deyim, qoy bu seyləsən, bunu deyim mən özüm. Bunlar işlərdə baldır, gərdir, güldür, bunlar səzim xidməti var. Bu cüzatlarda nə mənə ki, arıya mərbutdur. Nə qışır? Gelir royaldır filan. Da sən bax zimanətə də nə qədər gəzinsinə mütməyin olasın. Mənə niyə verməyib bunu? Sən nə deyir? Təqdim eləyəcəm xidməti. Spoil elədin. Görmürəm, bu şey elədi. Aslında spoil mənim ağzımın sözü də bilmirəm nə olay. Ay spoildir, əl olsun. Bu işə indi başladın. Yəni indi iş yox, yəni o zamandan ki başladın. Hansı çalışlarla üzbəüz oldun ki, intizamın yox idi. Deydin, mən bu işi məsələn başlayacağam, nəhayət 2 daha bir söz deyəcək, o birisi filan deyəcək. Bəli, xas bir çalışla üzbəüz oldun ki, intizamın yox idi. Pey, mən burasını fikir eləməmişdim. Yenə də deyəm, mən heç şeyini fikir eləməmişdim. Heç yeri. Əslində deyir, gedək da. Gedək yox. Mən heç şeyini, sən ki, burasını fikirlə, mən heç şeyini fikir eləməmişdim. Məsələn, mənim intizamım yox idi ki, qeyaydı biz tamamı. Xoş, bir daha biz fan, bir daha işləyirik. Ola bilər ki, bir nəfər söyə, 500 nəfər söyməyə. Ola bilər 500 nəfər söyə və bir nəfər söyə. Heç kəs 100 Sən heç kəsi az salanmayıq. İmkan yoxdur ki. Mən o qəbləncə demişəm, brəndə tənzim məmləkət kimdir? Mehriban. Hamı söyür onu. Yox. Qutuldu getdi daha. Sən dibi yoxdur ki də. Olmaz, hamı. Səlqələr fərqlidir. Hələn biz özümüz video veririk, fərz elə bu axır 9 daha videomuz məsələn. Hamı söyür çox. Bir tədad bu birisi videosu, bir tədad bu birisini söyür, bir tədad sən zəhləsi gedir. Bəli, mühüm budur ki, onları şəxsiyyətinə qatmıyorsan tərəfini. O bir də əkdir gedir. Şayad sən o ləhzəsə xocu tərəfə rəbti yoxdur, o istəyirsə güldürür. Bunlar da var, həmin o qizavətdən gəlir. Və mən həmişə qonaqlarımdan axırda bir dənə sual soruşaram ki, mən çox sayıram onun cavabını eşidim. Bütün bu nesildəki yaşamısan, bu işdə, hər nə mənə bu, bəd və təvəllüd o zamandan ki, başlamısan danışmağa. Xülasə eləyəsən, bir daha indi intiqalı təcrübə eləyəsən də mənə, bizə deyəsən. Yəni, bizlərə və müxatəblərə. Qəşəng sual. Çünki hər qonaqdan vaxtımızı soruşuruq, elə məsələn, bir dənə xülasə şödə 30 il, 40 il bir daha zindəcandın təcrübəsidir. Səy eləyin həmişə. Əvvələn istədiyinizə təlaş eləyin. Məsələn, çizi bir namı qeyri-mümkün yoxdur. O, fəqət kələmiyə qeyri-mümkündür ki, qeyri-mümkündür. Zəhmət çəkən yetişər. Və bu iki öz olun. Bəzəməyin özünüzü. Da indi qədim zamanda heç kəs tanımaya, heç kəs bilməyər. Hamı bilir. Şəhərin özüz olun. Cəmaata özünü nişan verin və film oynamayın bax. Yahət olun. Yahət. Bəli. Yahət ol, özün ol. Yox ki, söz o deyil.
Narahatsan bir zatdan denə. Söyürsən bir zada yetişəsən, get zəhmət çək. Heç kəsi də vasitə qəyvəyim. Bir özünüz biləsiniz, bir də Allahınız bilər, gedin. Və qizavət eləməyin. Qizavət adamın zindəcanının nabidir. Meclis. Çünki Allah gətiyə düz o yaşatdığının bətən yaşatdığı. Yaşatdırır özü və. Aşkancan, Bəh. elə hamam bu qəziyə ki vardı dedim bilə və əsələr O işdən. əvvəldir. Yox da, Musafsadı pərnamənin daha sonra axırında, əlləşə xidmətində. Təşəkkür Qurbanam, ederim. məmnunam. O deyim içində nə mənə var? Biz hər şey veririk, deyərlər biz boş cəhbə veririk. Yox abi, bir dəqiq icazə verir. Gələm bir dənə ya iki daha bal deyib. Balaya çelciyə. Ha, bir daha çelciyahdır. O Bir dənə- gərdi güldür. Bəli. O hər bir dənasın arı kulli zəhmət bəh, çəkir bəh, gətirə orada. bəh. Peskidir şeylərin içinə. Bəli. Bu da Gəvəni Kohistandır. Gəvəni qoy. Gəvəni nə? Gəvəni Kohistandır. Qəyə də həmişə suallarsan soruşsan. Bir daha da mən soruşuram. Yəni- Gəvən nə mən? Gəvən nə o? Məhalı deyil, məhalı. İki model, neçə model bizim balımız var. Bəh. Çaşmın soğuşu. Allah aymasın, əsəli aynı ki, sağ olsunlar, mersi. Qurbanam. Qurban. Çehelgiya Bəh. adı üstündə. Yox, rədd eləmə. Gör, Gəvən nə? tozih verirəm da. Qiyamət deyişinsə var. Hə? Olsun. Səndə bir danasın. Olsun. O dadı fərqlidir. Hansı ki? Gəvəni Kohistan dağın ətəyində olar. Fikir edirəm. Bilmirəm. Güc yola ya. Bilmirəm. Şimdi deyəcəm bu sual səndən soruşum. Niyə gəlib biri məndən soğuşa Gəvənin itilatı? 20 daha sən soruşdun, bir daha da bizə yetişər soruşaq. Sətdir. Qurban. İnşallah bərnaman ola qonaq gəlir. İnşallah. Çox məmnunam ki, gəldin aşkınızda xaricə Məmnun tamam ki, dəvət elədiniz bərnaməyə yeyincə. Vağən gözəl bərnamədir. Həmin ki, səhiyliksiz cəmaat şəxsiyyətdə yaxından tanısınlar, özlərini tozih versinlər. Fürsətdir də, daha fürsətdir. İstifadə ilə ləzzət tapanlar. Bir də haydan biləcəksiniz mən nə qeyrəm, nə ayda edir. Və hədəf bu idi, o əfrad ki, biləxərə bu şəhərdə tanınıblar və məhbubdular. Çoxlar mərufdular, bəli. Zamanında. Bəli. Bəli, zamanı pəxş bərnə donbir xəbərinə. Çox zəhmət. Çox sevindim ki, gəldin bərnaməyə və bana zəhmət çəkdin. Və inşallah daha çox ucalarda görəm. Qurban. Mersi. Şəxsən ürək sözüm gözündə bilirsən. Qurbanım sizə. Tanımsan baş. Çox zəhmət oldu. Mersi dəvətinizə. Qurbanam, Təşəkkür başda edirəm. otur bir Çox dəqiqə. məmnun. Otur qurbanam, başda dolan. Atabücü bəynamələ idi. Duvarla qonaq gedək. Axı hələ Ya, dur, ya. təbəşməmişəm. Hə. Dostlar da şərəf birazdan bərnaməmizə baxdılar və Ring bərnaməsindən xoşunuz gəlib. Kanal YouTube-umuza subscribe eləyin, orada düyməsi var. Həmin follow-dur. YouTube-da deyilə subscribe və o zəngi də vurun ki, hava upload oldu. Cəryan olasınız və dostlarınızı da mərifə eləsəz və story eləsəz və kommentlərdə bizə deyin ki, o birisi qonağımız tərcih verirsiniz kim olur? Canımsınız. Gecə gününüz də xeyir olsun. İndi dura billah. Qurban. Bahəm deyər. Moxlisəm. Qurban. Başsın. Siz də duyanda şalvaya